müharibədən 5 ay əvvəl mənə məktub yazıb, evə qoyub. Orada yazır ki, inşallah mən şəhid olaram. Salam əzizim Nacib. Bu günləri bizim evlənməyimizin bir ay tamam oldu. Düzdür, mən sənin yanında deyiləm. Amma həmişəki kimi kefdə də deyiləm, gördüyün kimi təlimdəyəm. Mən səni sevirəm. Sən mənim ürəyim. Zəng elədi ki, ayta, mənim halallığımı verin. Biz gedirik işğal olunmuş torpaqlarımızı azad eləməyə. Allah Taala bax. Universal qrup komandirdə qarşı Universal. Oktyabrın 24-ü qardaşımı dəfn elədik şəhər orada. 26-sı yoldaşım mənə zəng vurdu. O dedi, əgər mənə nəsə olsa bir damla belə göz yaşı tökməyəcəksən. Söz verdim ki, ağlamayacağam. Gözləyirdim ki, o sağ, yola saldığım kimi özümə gələcək. Ayın 30-u zəng eləyəndə danışdıq xeyli. Soruşdum ki, Mamoqlan, vəziyyət necədir? Dedi, hər şey yaxşıdır inşallah. Az qalıbdır, sağ-salamat qələbə ilə gələcəyik. Mən oğlumla fəxr edirəm, qürur duyuram. Bizə səs yazısı qulaq astırdılar erməni polkovnikinin danışığını. Polkovnik deyir ki, mən deyir 25 ildir bu orduda xidmət eləyirəm, amma belə bir döyüşçü görmədim. Yəni yaralı vəziyyətdə o 11 erməni əskərini məhv eləyib. Axırda o həmin polkovnik deyir ki, biz gördük ki, onunla bacara bilmirik, biz əmr verdik ki, onu da öldürün.
olsun.